Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi olaraq bildirmək istəyirəm ki, artıq işğaldan azad olunmuş ərazilərdə 3-cü təlimimizdir ki, baş tutur. Bəli, torpaq bizim sərvətimizdir və bizim işimiz o torpaqda öz təsərrüfatımızı qurmaqdır. Biz öyrəndik ki, gübrələri necə tətbiq etmək lazımdır. Torpaqda münbitliyin olması və hansı bitkilərin bu ərazidə əkilməsini biz təlimçilərdən öyrəndik. Elə bir gözəl təlim keçirlər ki bizə. Sizi inandırım ki, hamı istəyir, istər yaşlı olsun, istər cavan, istər uşaq, hamı istəyir ki, o təlimdə iştirak eləsin. Həqiqətən hər tərəfli torpağın əkilməsi, becərilməsi, ondan gələn gəlirin istifadəsi, ona torpağı necə becərmək, ona hansı gübrələri vermək. İstədiyimiz sualları veririk buradakı təlimi keçənlərə.